Salam, hər vaxtınız xeyirli olsun uşaqlar. Ümid edirəm yaxşısınız. Uşaqlar, bizim bugünkü mövzumuz informatika 2-ci sinifdən tapmacalar mövzusudur. Gəlin görək nədir. Onu tapın, sarıdır, yumrudur. Gəlin baxaq görək. Orada sarıdır, yumrudur nə ola bilər? Top sarıdır mı? Yox. Yumru odur ki, kürəvi şəkildədir. Top formasındadır. Bu kürəvi deyil, dairəvi formadadır. Yumru deyil. Günəş yumru deyil tam olaraq. Onun topun sarıdır. Burada cavab şar olacaq. Bilirsiniz nəyə görə dedim? Çünki tapmacanın cavabı hansıdır? Əslində tapmacanın cavabı şardır. Amma onu tapın, sarıdır, yumrudur. Burada sarı və yumru formada olan 3 əşya var. Yəni burada həm saat var, həm günəş var. Görürsünüz. Həm də şar var. Burada ən doğru cavab yumru. Əgər dairə yumru deməsəydi, sadəcə dairəvi formada idi desəydi, onda üçünü də götürərdik də. Günəş də, şar da, saat da. Burada oğlan əlavə olaraq deməlidir ki, məsələn, saatı seçdirmək istəyirsə, sarıdır, yumrudur və üzərində məsələn rəqəmlər var desə, onda saatı götürəcəyik. Sarıdır, yumrudur, hər gün onu görürük desək, məsələn günəşdir. Günəş hər gün çıxır da, yəni biz görməsək də hər gün çıxır məsələn. Və yaxud topla top, burada şarı desə, əlavə olaraq deməlidir ki, sarıdır, yumrudur, üfürdükcə böyüyür. Bunu desə, artıq burada da onda olacaq şar. Obyekti təsvir edərkən onu başqa obyektlərdən fərqləndirə bilən əlamətləri deməliyik ki, o digər əlamətləri ilə digər əşyalardan seçilsin. Tutaq ki, siz qaşığı təsvir etmək istəyirsiniz. Əgər dəmirdəndir, mətbəxdə istifadə edilir desəniz, onda insanın ağlına qaşıq, çəngəl, bıçaq, tava və s. əşyalar gələ bilər. Ancaq əlavə olaraq desəniz ki, şorbanı onunla yeyirlər, söhbətin qaşıqdan getdiyini bilmək olar. Bəli, uşaqlar. Tapşırıqları gəlin həll eləyək. Tapmacanı tapın. Bostanda var bir arvad, paltar geyibdi qat-ba-qat. Burada söhbət əlbəttə ki, kələmdən gedəcək uşaqlar. Nəyə görə? Çünki kələm bir-birinin üstündə. Burada gül kələm də ola bilər. Yəni başqa kələmin növləri çoxdur. Sadəcə ümumi kələm gedir də uşaqlar. Bəli, bostanda bitir. Paltar geyibdi qat-ba-qat. Deməli burada doğru cavab bu oldu. Baxsan onun üzünə, görünərsən özünə. Bu əlbəttə ki, nədir? Bu oldu kələm. Belə eləyim də uşaqlar, belə qarışıq olmasın. Burada oldu kələm. Baxsan onun üzünə, görünərsən özünə. Bu olar nə? Güzgü. Ayna, güzgü. Qanadı var uçmağa, iynəsi var sancmağa. Sevir işi zəhmədi, odur ki var hörməti. Bu arıdır. Daşdandır, dəmirdəndir, xörəyi xəmirdəndir. Aləmə yemək verər, özü doymaz nədəndir? Əlbəttə ki, bu da olacaq nə? Dəyirman. Belə. Şəkilə baxın və tapmacanı tapın. Düzbucaqlıdır, kvadrat deyil. Qulpu var. Gəlin görək nədir uşaqlar? Odur ki, belədir. Düzbucaqlıdır. Kitab deyil olacaq burada məsələn. Bu hissədə. Düzbucaqlıdır, kitab deyil. Qulpu var. Nəyin qulpu var? Fincanın. Amma fincan deyil. Cibləri var, şalvar deyil. Ona mən kitab, dəftər yığıram. Nə olacaq uşaqlar? Əlbəttə ki, cavab fincan, belə çanta olacaq. Yəni çanta düzbucaqlıdır, kitab deyil. Qulpu var, fincan deyil. Cibləri var, şalvar deyil. Ona mən kitab, dəftər yığıram. Belə. Üçüncü sual. Aşağıdakı obyektlərdən aid tapmacı düzəldin. Tapmacada onların əlamətlərindən istifadə edin. Gəlin baxaq. Məsələn, burada nəyə görürük? Şey görürük da, məktəb görürük. Ona belə bir tapmaca qoşa bilərik. O gözəl bir binadır. Bir təhsil ocağıdır. Biz hər gün ora gedirik. Orada biliklər öyrənirik. Bu olar nə? Məktəb.
Bu olar, bir də olar şimşəyə baxaq. Məsələn, burada da şimşək var, düzdür? Buludlar toqquşanda bizə görünür o da. Səsi vahiməli gəlir. Bütün canlılar qorxur ondan. Yəni belə bir tapmaca düzəldə bilərik. Bir də burada it var da uşaqlar. Gəlin itə də qoşaq. Gəlin itə aid də gözəl bir dənə tapmaca qoşaq. Hər zaman insan dostudur. Yolu sadiqlik yoludur. Çoban onsuz olmaz. Xilaskarıdır qoyun quzunun. Yəni belə bir tapmacada itə qoşmuş olduq. Belə uşaqlar, bu günlük bu qədər. Ümid edirəm bəyənmiş olarsınız. Sağ olun, salamat qalın. Gələn dərslərdə görüşərik. Hələlik.